Əli ibn Məhziyarı eşitmisiniz? Əli ibn Məhziyar 20 il Məkkəyə gedib, 20 il piyada gedib həccə. Deyib, mən İmam Zamanı görmək istəyirəm. Heç birində görüş olmayıb, alınmayıb. 20 ildən sonra 21-ci ildə bir oturub hərəmdə dizini qucaqlayıb deyib ki, mən hara, İmam Zaman hara? Məndə nə ləyaqət var, mən kiməm düşmüşəm ortalığa, imam axtarıram. Deyib, bunu fikirləşəndə bir nəfər cavan oğlan gəlir, deyir, Əli ibn Məhziyar, deyir, bəli. Deyir, imam səni gözləyir, İmam Zaman səni gözləyir. Deyir, düşdü qabağa, mən də getdim dalıcam. Apardı, deyir, salam verdim İmam Zamana, xeymədə oturmuşdu. İçəri daxil oldum, salam verdim, salamımı aldı. Elə mehriban deyil salam verdim mənə ki, həccin bütün yorğunluğu canımdan çıxdı. 20 ilin yorğunluğu çıxdı, hər şey yadımdan çıxdı. Dedi, Əli ibn Məhziyar, nə gez gəldin? Nə gez gəldin? Adam təəccüblənir, qəribə söz. Ümumiyyətlə, əvvəldən gecə-gündüz səni gözləyirəm, İmam Zaman deyir. Evin ardadır, orada gəlib mən səni ziyarət edərdim. Amma siz bizi yaddan çıxartmışsınız. Mənim yoxluğumu hiss eləsəz, mənim olmadığımı, mən özüm gələrəm. Arzulayasan, sevəsən,